Xanımlarımıza həya ver, iffət ver. Bilmirəm ki, bu necə deyim, bunu tərcümə edeyim. O qeyrətli analarımın, qeyrətli bacılarımın qeyrətinin qarşısında və mən qardaşları baş əyirəm. Onların qadasına. Allaha and olsun deyirəm, dövrə böyük ehtiyaclı. O cür qeyrətli analar, bacılar. Onların başına mən dönüm. Özünü örtən, abrını örtən, ismətini örnəyin ki, çıx ortalığa. Hələ də görürsünüz də mən nə izah edeyim sizin biabırçılıq. Buna baxan cavan falan, geyim bir biabırçılıq. Özünü aparmaq bir biabırçılıq. Danışması bir biabırçılıq. Və ən böyük biabırçılıqsa bu biabırçılıqların göz qabağında olmasıdır. Bu lap biabırçılıq. Yəni gedib evinin içində nəsə eləsə heç. Həya ver xanımlarımıza. İffət ver xanımlarımıza. Xanım Zeynəb salamullahi aleyhanın bir divar qonşusu nəql eləyir bu hədisi. Yəni divarın bu tərəfində xanım Zeynəb yaşayırdı salamullahi aleyha. Bu tərəfində həmin o şəxs yaşayırdı ki, bu hədisi nəql eləyir.